Salam əziz müəllimlər, əziz şagirdlər. Bugünkü mövzumuz Romada Spartak üsyanı haqqındadır. Bildiyiniz kimi, qədim dövrlərdə quldar dövlətlərin demək olar hamısında işğalçılıq müharibələri nəticəsində ölkəyə gətirilən əsirlər qula çevrilirdi. Bu eynilə Romada da bu cür idi. Və işğalçılıq müharibələrinin sonunda Romaya çoxlu qul gətirildi. Ağır vergiləri ödəyə bilməyən sakinlər də qul kimi satılmağa başlandı. Aralıq dəniz ölkələrinin hər yerində qul bazarları var idi. Hətta qədim dövrün, qədim dünyanın ən böyük qul bazarı məhz Romada, Delosda yerləşən qul bazarı idi. İtaliyanın kənd təsərrüfatında qul əməyindən çox geniş istifadə edilirdi. Romada hətta əmək alətlərini dilsiz, kəlləri böyürən, qulları isə danışan əmək alətləri adlandırırdılar. Güclü qullara xüsusi həbsxana məktəblərdə silah işlətməyi öyrədirdilər. Onlar bir-birləri ilə döyüşməyə məcbur edilirdi. Qladiator sözü Latıncadan tərcümədə qılınc sözündən götürülüb. Və bu döyüşlər üçün teatrlar tikirdilər. Onun mərkəzində qum tökülmüş meydançada, arenada qladiatorlar döyüşdürülürdü. Qulun taleyi tamaşaçılardan asılı idi. Əgər tamaşaçılar baş barmaqlarını qaldırıblarsa, məğlub olan qul sağ qalırdı. Yox, əgər aşağı indiriblərsə, bu zaman qalib gələn qul tərəfindən məğlub edilən qul öldürülürdü. Romanın Kapuya şəhərində böyük qladiator məktəbi var idi. Eradan əvvəl 74-cü ildə qulların burada üsyanı başlayır. Üsyana elə qladiator olan Spartak rəhbərlik edirdi. O digərlərindən ağlı və cəsarəti ilə seçilirdi. İtaliyanın hər yerindən onun yanına çoxlu qullar axışıb gəldi. Ordusunda artıq 10 minlərlə qul var idi. Spartak onları Roma ordusu qaydasına təşkil elədi və ordusunda ciddi nizam-intizam yaratdı. Nəticədə Roma Respublikası 2 konsulun rəhbərliyi altında üsyançılara qarşı qoşun göndərdi. Spartak onların birləşməsinə imkan vermədən hər ikisini ayrı-ayrılıqda məğlub edir. Belə olduqda Senat üsyançılara qarşı daha böyük bir ordu və onun da başında komandan Varlı Krası göndərdi. Spartak Siciliya adasına keçmək istəyirdi, lakin dəniz quldurları bunun üçün haqq aldılar. Bununla belə Spartakı aldatdılar və o adaya keçid edə bilmədi. Krasın qoşunu onun geriyə olan yolunu kəsdi, üsyançılar tələyə düşdü. Spartak üsyançılara dedi ki, acından ölməkdənsə qılınc zərbəsindən ölmək daha yaxşıdır. Və bundan sonra üsyançılar Krasın ordusuna hücum etdilər. Eradan əvvəl 71-ci ildə baş verən sonuncu döyüşdə Spartak həlak oldu. Krasın və Pompeyin legionları tərəfindən darmadağın edildi bütün qul döyüşçülər. Kapuyadan Romaya gedən yol boyunca 6000 qul çarmıxa çəkildi. Beləliklə üsyan amansızlıqla yatırıldı.